Mayın 21-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib. Görüşdə xalq artistləri dirijor Ağaverdi Paşayev, xanəndə Zümrüd Məmmədova, qarmon ifaçısı Ənvər Sadıqov, aktrisalar Məlikə Əsədova, Şüküvə Musayeva, xalq rəssamı Hüseyn Haqverdiyev və tanınmış şair bəstəkar Xanım Qarayeva iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli yubileyləri münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb. Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin fəxri diplom və təşəkkürnamələrini təqdim edib, can sağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulayıb. Mədəniyyət xadimləri çıxış edərək sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə və təltifə görə minnətdarlıqlarını bildiriblər.